Salam, hörmətli izləyicilər. Sizlə kibrit qutusu boyda ara məsafəsindən danışmaq istəyirəm. Söhbət nədən gedir? Əsas yolla biz gedəndə, ikinci dərəcəli yoldan maşınlar çıxanda, sürücülərin çoxusu istəyərdi bir maşına yol vermək. Amma qorxurlar bunu etməyə. Niyə? Bir maşına yol verəndə 5-6-sı birdən çıxır, daldan siqnallar, hətta vura da bilərlər. Bunun bir yolu var, amma yeni sürənlərə məsləhət görmürəm, maşını vura bilərsiniz. Deməli, təcrübəli sürücülər diqqətlə məni qulaq asın. Bax, maşın çıxır, birinə yol veririk. Birinə yol veririk, amma yaxın gedirik ona. Ara məsafəsini lap qısa, 20 sm, 10 sm qoyub gedirik və onda sağdan çıxanlar ikinci maşın, üçüncü maşın artıq çıxa bilmirlər. Bax, təkrar edirəm. Bax, bu dəqiqə görəcəksiniz. Bax, maşın çıxır, biz yaxın buraxırıq onu. Sonra qazı veririk, yaxın gedirik. 10-20 sm ondan məsafə saxlayırıq ki, ondan sonrakılar çıxa bilməsinlər. Ümumiyyətlə, bir maşını buraxmaq mədəniyyət əlamətidir. Həm də birinci maşın adətən hövsələsiz olur. Yola ən yaxın sağdan çıxan maşın hövsələsiz olur da onun sürücüsü. Ona yol vermək ona görə lazımdır ki, həm də bizi vurmasın. Amma ondan sonrakılar çıxmasın deyə belə məsafə saxlamaq məsləhətdir. Diqqətinizə görə çox sağ olun.